Əbu Bəkir Vərraqinin oğlu, dünya şöhrətli bir qari, dünya şöhrətli bir hafizin bir oğlu var, o da hafizlik məktəbini atasından öyrənmək istəyir. Yüzlərlə tələbələr yetişdirən bir alim. İşi, peşəsi sadəcə hafizlik məktəbi. Hafizlik bilirsiniz nədir də? Bir var qiraət, Quran-ı Kərimi düz oxumaq, bir də hafizlik. Hafizlik, Quranı əvvəldən axıra qədər əzbər. Bu böyük məsələdir. Şəxsən mənə nəsib olmadı. Allah nəsib etsin inşallah. Bizdən sonra balalarımız, doğmalarımız, yaxınlarımız qoy hafiz olsunlar. Hafizlər çoxdur dünyada. Tanınmış Əbu Bəkir Vərraqi oğlunu hər gün yanına dəvət eləyir. Tələbələrlə bir yerdə Quranı öyrədir. Mən keçən səfərdə qeyd elədim. Bir var Quranı tamam yaşayasan, o çətin məsələdir. Quranı tamam yaşayan Peyğəmbər olub, Həzrət Əli olub. Onların həyat baxış bucaqları hamısı Quranla, nəfəsləri Quranlandır. Biz isə 1, 2, 5, 3 ayəyə əməl etsək, vallahi həyatda ən böyük xoşbəxtlərin xoşbəxti olarıq. Həmən Allah qulu Əbu Bəkir Vərraqinin oğlu Əl-Muzzəmmil surəsinin 17-ci ayəsində dayanır. Əl-Muzzəmmil 17. Ayə nədir? Bismillahirrahmanirrahim. Fəkeyfə təttəqunə in kəfərtum yəvmən yəcəlul vildan şiba. Ərəbcəsi belədir. Tərcüməsi belədir ki, elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız? Bilirsiniz bu nə deməkdir? İsrafilin ki suru çalınacaq, beşikdə olan körpələr o surun səsindən, qorxudan, vahimədən beşikdə olan körpələrin saçları yaşlı kişilərin saçları kimi bəmbəyaz, ağ saçlı qocalara bənzəyəcək. O gündən özünüzü necə qoruyacaqsınız? Artıq bu nöqtədə dayanır Əbu Bəkir Vərraqinin oğlu. Anası gətirir, qida qoyur, yemək qoyur. Uşaq sanki dilinin altında zümzümə eləyir. Fəkeyfə təttəqunə in kəfərtum yəvmən yəcəlul vildan şiba. Günlərin bir günü ana deyir, oğul, nədir belə zümzümə eləyirsən, yeməkdən də kəsilmisən? Səbəb nədir? Deyir, anacan, bu ayə məni öldürəcək. 9 yaşında bir körpə, uşaq. Hələ həddi buluğa çatmayıb. Oğlan uşaq 15 yaşında həddi buluq. Hey bu ayəni fəkeyfə təttəqunə, bu ayəni oxuyur. Bir neçə gündən sonra həmən uşaq Abdullah, Allah qulu dünyasını dəyişir. Bir ayənin təsirindən ki, beşikdə olan uşaqlar qiyamətdə surun, İsrafilin surunun səsindən qocalmış kişilər, saçları bəmbəyaz olmuş kişilərin saçlarına bənzəyəcək. Körpə uşaqlar beşikdə ağappaq saçları olacaq. Özünüzü necə qurtaracaqsınız o qiyamətin səsindən, o qiyamətin qorxusundan? Atasına xəbər verirlər. Atası gəlir, çətindir, Allah heç valideynə övlad dağı göstərməsin. Aparır, quslun verir, cənazə namazı qılınır, dəfn eləyir və bütün insanlar hamısı tamaşa eləyir böyük bir dünya şöhrətli hafizə. Görək nə deyəcək? Son sözü nə olacaq? Özün salır
oğlunun qəbrinin üstünə belə deyir: oğul, illərlə mən hafizi Quran oldum, Quran əzbərlədim, Quran öyrətdim, hifz məktəbini qoydum, hafizlik elətdirdim. Mən 30 ilə yaxındır, 35 ilə yaxındır Quranın ayələrinin biri yox. Quran-ı Kərim mənim ruhumu o qədər təsir eləmədi, səni bir ayə öldürdü. Yəni, o ayə ilə necə də yaşayır. Bəli, bir ayə insanın ruhunu dirildir, amma cism ölür. Quran-ı Kərim ruhun və cismin şəfasıdır. Əgər sən doğru anlaya bilsən, doğru zamanlara görə qərar çıxarda bilsən, o zaman sən həqiqətən Quranla həyatını quracaqsan. Ramazan ayı məhz bizə bu Quranı anladır. Bax, sabah Qədir gecəsi haqqında biz danışacaq. İftar zamanına qədər Quran-ı Kərimin nazil olma gecəsi. Məxfi bir gecə, qaranlıq gecə. Ona görə bütün Quran-ı Kərim təfsirçilər, hətta bizim klassik ədəbiyyatımızdan Şeyx Füzulidən tutmuş, Şeyx Nizamidən tutmuş, onlar dünyanın mahiyyətini bizi anladır. Verilişimizin sonunda Şeyx Nizaminin fəlsəfi dünya görüşünə görə insanın dünyaya yalnız bəşəriyyəti xoşbəxt eləmək üçün niyyəti ilə Allah Teala insanları dünyaya gətirib. Xoş niyyət, xoşbəxt etmək niyyəti ilə fəth etməyi Şeyx Nizami deyir. Yəni insanlara xoş sözlər deməlidir, insanlara düz yol göstərməlidir. Beytlərinin birində deyir ki, qapalı xonça bil qoca dünyanı, gah halva yedirir, gah ciyər qanı. Nə üçün ikiyə bölünmüş cahan, belə gözəl olan bir dünya varkən, başqa bir dünyaya köçmək bəs nədən? Əgər ora isə bizim yerimiz, yəni axirət isə bizim yerimiz, bəs əvvəl buraya neçin gəldik biz? Ona görə Qurandan cavabdır ki, əfəhəsibtum ənəmə xələqnakum abafa. Allah sizi boş yerə yaratmıb, bizi boş yerə yaratmıb. Yaradıb ki, biz Allahı tanıyaq, verdiyi nemətlərə şükür eləyək və ona əyilək. Kiminə pay versə, kəsir eyləyər. Kimini zindanda əsir eyləyər. Kimini dövlətdə misir eyləyər. Hər cür səxavətdə qalandır dünya.